Balıq olsan okeanda yaşamaq istəyirsən, yoxsa göldə? Yəqin ki, okeanda. Səbəb? Səbəb bəlli deyil ki, yəni daha azad və sərhədsiz yaşam olduğu təqdirdə niyə özümü göllə məhdudlaşdırım? Balaca balıq olmaq istəyirsən, yoxsa böyük balıq? Kim balaca olmaq istəyir? Deməli, qorxarsan. Nə əlaqə? Qorxaqsan. Sən rahatlığı azadlıq adı ilə gizlədirsən. Okeanı sevirsən, abi, məsələ onun böyüklüyündə deyil. Orada qaçmağa da gizləməyə deyir çoxdur. Acizsən. Sən orada itməkdən qorxmursan. Çünki elə itmək istəyirsən. Heç kim səni tanımasın, heç kim sənə sual verməsin, heç kim səndən nəsə istəməsin. Göldə isə sənin məsuliyyətin var. Okeanda isə sadəcə axın. Başlamada yenə fəlsəfə çatmağa. Fəlsəfə deyil, reallıq budur. Göldəki balıq ən azından harda və nəyə qadir olduğunu bilir. Sənsə bir gün ayrılırsan ki, ömür boyu özümsən, amma heç yerə çatmamısan. Ümumiyyətlə, məsələ bilirsən nədir? İstər okeanda ol, istərsə göldə. Sonda hamımız o qarmaqdakı yemə avlanırıq. Mən o qarmağa düşməyəcəm. Hamı elə deyil. Ta ki, su bulanana qədər.